Mərhəmətli və rəhimli Allahın adı ilə. İslam dini həyatda mövcud olan hər bir sahəni əhatə edir və ya insan dinini bildikdən sonra həyatda nəyə baxsa məhz o yerdə dinini, yəni ora aid olan bir ayəni və ya Peyğəmbərimizin buyurmuş olduğu bir hədisi mütləq görə bilər. Məsələn, notariat kontoru, Bəqərə 282. Ey iman gətirənlər, bir-birinizə borc verib aldıqda onu yazın və aranızdan iki kişini də şahid tutun. Hava haqqında məlumat bürosu, Əraf 57. Küləkləri yağışdan öncə müjdəsi göndərən odur. Bu kimi ayələri aid olduqları yerlərdə dahi kəlamlar qeyd edildiyi kimi həmən məkanlara aid olduqlarına görə qeyd etmək daha doğrudur. Məsələn, xəstəxananın ginekologiya şöbəsi, Fatir 11. O bilmədən heç bir qadın hamilə olmaz və bari həmlini yerə qoymaz. Hava limanında, avtovağzalda və s. Zuxruf surəsi 12-13. O Allah ki, ciftlər xəlq etdi. Səvar olduğunuz gəmiləri və heyvanları yaratdı. Ona görə ki, onları minəsiniz, minib oturduğunuz zaman Rəbbinizin nemətlərini yada salaraq deyəsiniz. Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir. Toyuq firmasının qarşısında qeyd olunması gərəkən bir zikir. Ənam 95. Diri toyuqdan ölü yumurta, ölü yumurtadan diri toyuq yaradan Allahdır. Şübhəsiz ki, bütün bu məkanlarda dahi kəlamların əvəzinə Allahın kəlamının qeyd edilməsi, yaradanın Allah olduğu üçün daha çox buna o layiqdir. Və bir də ticarət mərkəzlərində olan məscidlərdə və ya namaz otağı olan müəssisələrdə isə bu ayə lap yerinə düşər. Nur surəsi 31-ci ayə. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Ey insanlar, bilin ki, Allah sizə deyil, siz Allaha möhtacsınız. Peyğəmbərimiz hər zaman bir qəbirstanlıq önündən keçərkən belə zikr edərdi. Allahım, onlar öldülər, getdilər. İnşallah biz də öldükdən sonra sənə qovuşacağıq.